Sonra üçüncü sual. Şeyxə sual verirlər ki, yeteza'am ve yetesaddar ba'd talabetil ilim fil qadaya nazila fil manahij ve ma'rifatil rical yukhalifun kibar ulema ellezina lahum سير في معرفة هذه القضايا بحجة أننا لسنا مجبورين باتباع أحد من الناس فما توجيهكم في هذا الأمر بارك الله فيكم. Yani şeyxə sual verirlər ki, bəzi elm tələbələri deyirlər ki, xüsusən bəzi şəxslər barədə, məsələn, alimlər bir hökm verəndə o tələbələr deyirlər ki, biz filan kəsin rəyinə, filan kəsə tabi olmağımız şərt deyil. Yəni, ta ki, hansısa bir alim kimisə barədə bir nəsə deyir, məsələn, təhsil edirsə, bəzi elm tələbələri yəni deyir ki, biz məcbur deyilik. Kimisə sözünə tabi olaq. Yəni, bu mövqeyi barədə nə deyə bilərsiniz? Şeyxə deyirlər. Ubeyd Əl-Cəbri. Hafizəhullah. Şeyx deyir ki, Hafizəhullah, vəl-cəvabu ləbuddə həğunu min bəyanil umur. Hətta yekun cəvab alə hədihil məqulə أو على هذا المسلك الذي تضمنه السؤال واضحا جليا. الأمر الأول يعني Şeyx deyir ki, rahimullah, bu məsələnin biraz şərhi var. Yəni, hətta cavab aydın olsun deyə, məsələ aydın olsun deyə cavab gerək biraz ətraflı verilsin. Şeyx deyir ki, birinci ət-təzkir. Birinci demək lazımdır ki, onlara Allah subhanahu ta'ala buyurur ki, Quran-ı Kərimdə Allah subhanahu ta'ala buyurur ki, وإذا جاءهم أمر من الأمن أو الخوف أذاعوا به ولو ردوا إلى الرسول وإلى أولي الأمر منهم لعلمه الذين يستنبطون منهم ولولا فضل الله عليكم ورحمته لاتبعتم الشيطان إلا قليلا. El-Nisa suresi 83. ayet. Yani bu ayede Şeyx bu ayəni gətirir ki, Allah subhanahu burada buyurur ki, وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْرِ أَوْ الْخَوْفِ أَذَاعُوا بِهِ وَلَوْ رُدُّوا. Yəni, onlara bir nəsə baş verəndə, onlar Allah və Rasuluna وَلَوْ رُدُّوا, yəni Allah düzgün yönətmirlər, düzgün yerdən istifadə eləmirlər, düzgün yerdən soruşmurlar. Allah subhanahu buyurur ki, وَلَوْ رُدُّوهُ إِلَى الرَّسُولِ. Yəni, bir hadisə baş verəndə onlar əgər Peyğəmbərə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem buradakı söhbət gedir həyatında, amma öləndən sonra isə sünnətinə müraciət eləsəydilər və ya ulul əmri minhum və ya əmir sahibləri və ya alimlərə müraciət eləsəydilər لَعَلِمُهُمْ لَذِينَ يَسْتَنْبِتُونَ مِنْهُمْ. Yəni, onda düzgün nəticə çıxarda bilərdilər. Yəni, bu ayədə əl-əyə, yəni bu ayədə Allah subhanahu ta'ala göstərir ki, bildirir ki, düzgün nəticə çıxarmaq üçün alimlərə müraciət etmək lazımdır. Və Şeyx ən birinci bu məsələni getirir. Bu ayəni. Və deyir ki, Həzil əyə turabbil əl-muslimin alə qaidetin şərifə. Bu ayə müsəlmanları çox gözəl bir şərəfli qaidəyə tərbiyələndirir. Qayda üzərində tərbiyələndirir. Yəcbu aleyhim sulukuhə həyəlin nəvazil vəl-adalət vəl-müşkilət. Yəni, müşkil olan vaxtında, böyük bir məsələlər olan vaxtda, problemlər olan vaxtda deyir, bu məsələni hansı yolla həll etmək lazımdır. Və deyir ki, Şeyx, وَتِلْكُمْ قَائِدَةً هِيَ رَدُّ الْمُشْكِلَاتِ النَّوَازِلِ وَعَظَائِمِ الْأُمُورِ التي تجعل الحليم حيران إلى من هو أهل للكلام فيها ومعالجتها. Yəni, kim belə bir çətinlik böyük, xüsusən ümmətə aid olan məsələlərdir, yəni nəsə olsa, kimə müraciət etmək lazımdır ki, düzgün müalicə olsun. Yəni, həmişə insan, yəni, həkim axtaranda yaxşı həkim axtarır. Yəni, nə üçün? Düzgün müalicə olsun. Yəni, din də belədir. Düzgün adamdan soruşmaq lazımdır ki, o düzgün dərman yazsın sənə. Düzgün istiqamətləndirsin. Yəni, lakin bir məsələ var. Hərdən görürsən ki, çıxır məsələdən, biraz qıraq şeyxin sözlərinə. Yəni, fikir versək, İnsanlar dünyavi məsələlərdə buna riayət edirlər bu qaydalara. Ki, biləndən soruşmaq, bilənə müraciət eləmək, daha təcrübəlisini axtarmaq. Məsələn, adama adi maşını xarab olanda daha yaxşı usta istəyir. İstəyir ki, daha yaxşı ustanın yanına geçsin.
həkim istəyəndə daha yaxşı həkimin yanını istəyir. Amma dini məsələlərə gələndə dini məsələdə alimlərə müraciət eləmir. Bu məsələyə mütəxəssislərə müraciət eləmir. Budur, böyük saat, biz görürük, böyük müşkül məsələ ki, dünya məsələ, hətta olar ki, deyirlər, alimlər hamısı belə. Amma dünya məsələlərdə bunlar özləri məsələlərə rayət edirlər. Amma dini məsələyə gələndə deyirlər, yox, alim lazım deyil bizə. Alimin sözünə baxmırlar. Bu problemdir, doğrudan da problemdir. Ona görə şeyx də deyir ki, rahmanullah, abidullah, yəni ən düzgün bir problem olanda, xüsusən böyük məsələlər olanda, yəni düzgün əlacını tapmaq lazımdır. Ən düzgün əlacını deyir, bilən adamı müraciət eləmək. Məsələn, götürsən, tutaq ki, ola bilər, insan oxuyub hardasa, cavandır, amma bir də var, tutaq ki, Şeyx Albani 80 yaşlı, 70 yaşlı adamdır, ən azından ola bilər cavanı elmi böyük olsa, lakin bunun təcrübəsi, bunun dəvətdə təcrübəsi böyükdir. Hərdən görürsən, elm yox, insana təcrübə lazımdır. Təcrübə də mühümdür. Ona görə, məsələn, biz bunu görürük, qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem, sahabələrin həyatından. Və sonra deyir ki, Həbibullah, və taifatan minənnəs. Yəni, ayədə qeyd olunan iki qism, iki tərəf qeyd edir. Necə o problemi həll etmək? Ən birinci Rasulullah sallallahu aleyhi ve sellem vəl muradul ən ərraddu ilə sünnətihi. Birinci qəsd olunan Peyğəmbərdir sallallahu aleyhi ve sellem. Deyir, Peyğəmbərə müraciət edir. Deyir, indi də saat hal-hazırda onun sünnəsinə, yəni yoluna. Və taifə thəniyə ulul əmr, yəni əmr sahiblərinə. Bu məsələdə kim əmr sahibidir? Kimə havalə olunur bu məsələlər? Yəni ona müraciət etmək lazımdır. Hər yoldan keçənə yox. Və ya internet tanımırsan adam və ya məsələn qeyb hadisi biraz oxuyub 1 il, 2 il. O həlin demək deyil, o məsələn bilir. Ola bilər bilir, lakin başa düşür. Ola bilər ərəbcə bilir, ola bilər Quran əzbər bilir. Lakin söhbət gedir, o düzgün başa düşür yoxsa. Ona görə فإنه ولي الأمر بمن حوله من أهل الشورى من العلماء والخبراء وأهل الهل والعقد والخبرة في الشرع وسياسة الأمور هم الذين يحسنون معالجة هذه القضايا النازلة وليس لعامة الناس ذلك. Mesela deyir ki, şeyh, deyir ki, Habibullah, yəni bu məsələlər, böyük məsələlər, ümmətə xüsusən olan məsələlər, hakimin ətrafında olan alimlərə, şura əhlinə, siyasəti bilənlərə, yəni belə adamlara müraciət eləmək lazımdır ki, hansı ki, bunlar bu məsələlərin müalicəsini bilirlər. Məsələn, götürürlər, indi məsələn, qışqırırlar, cihad, bunlar, özü qışqıran adamla heç tanınmır əslən. O ki, qaldı elm əhlidir və s. heç nə. Yəni, belə adam neyinir? Belə adam ümməti deyir ki, gəlin mənim arxamca və ağlı olmayan ancaq belə adamın arxasınca gedər. Çünki bu ümməti nəyə aparır? Uçuruma. Hətta biz görürük, məsələn, adi bu müharibələr olan yerdə bunlar çatışmırdır. Alimləri müraciət eləmək, hətta dünyavi cəhətdən siyasətçiləri müraciət, məsələn, Çiçenistan müharibəsini götür. Nələri şahidi oldu? Gördük, aralarında bir də alim yox, dini cəhətdən, hətta dünyavi cəhətdən də. Dudayev özü nə idi? Hərbiçi. Onun ki, bir dənə diviziyan verir, rəhbərli eləsin, qutardı. Amma dövlət idarə eləmək, başqa dövlətlərlə münasibət, ola belə şeylər o cahil idi, yəni, bilmirdi. Ona görə nə elədi? Bərbad elədi, qoydu. Bərbad elədi, ölkəni qoydu. Ona görə fikir versən, harada hakim hərbiçi olub, orada həmçin müharibə olub o ölkələrdə. Çünki o heç nə bilmir. Ancaq həlli nəyi yürür müharibədə? Deyək ki, döyüşək. O ancaq bunu bilir, amma siyasəti yoxdur. Ona görə, hətta biz tarixdə də görürük ki, məsələn, əsas fitnələr harada idi tarixdə, İslam tarixində? İraqda, Kufə ilə Bəsrədə. Kufə ilə Bəsrə nə idi? Elə bir ki, bir poligon idi. Əskərlər orada əsasın yaşayırdı, zabitlər. Onlar da əskərlər, zabitlər. Onlar siyasətdən anlayışları çox zəif olur. Olan ki, müharibədir. Ancaq döyüşlə həll eləmək məsələni. Ona görə həmişə onlar fitnə eləyirdilər. Fitnə olurdu onlarla. Həm hakimiyyətə, o vaxtın hakimiyyətlərinə, həm insanlara bilməm. Ona görə şeyh düz deyir. Yəni, böyük məsələləri, böyük adamlara, etibarlı adamlara, hansı ki, bu işdə mütəxəssisdirlər, yəni onlara müraciət etmək lazımdır. Sonra deyir ki, Həbibullah, yezidu hədə vuduhan, mə rəvahu,
يزيد هذا وضوحا ما رواه مسلم في صحيحه أنه أشيع أن رسول الله صلى الله عليه وسلم طلق نساءه قال عمر. Yani bu meseleyi daha aydınlığı ne getirir? Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında deyir ki, Müslimdə gəlib hədis ki, elə şahid gəldi ki, Peyğəmbər sallallahu aleyhi ve sellem zövcələrini boşayıb. Amma Rasulullah sallallahu aleyhi ve sellem tallıqı nisa'hu. Qala Umar. Ömər dedi bu vaxtı. Fəəteytun nəbi sallallahu aleyhi ve sellem. Gəldim Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Ya Resulallah, ətəllaqda nisa'hu. Yəni, zövcələri boşamısan. Qala lə. Dedi, xeyr. Qala Umar. Ləmmə nəzələt əyə fəkuntu ənə istənbattu dəlik və dəlikəl əmr. Yəni, özdə bu ayə nazil olandan sonra mən bu qərarı verdim. Yəni, uymadım şayələrə. Gəldim birbaşa özündən soruşdum Peyğəmbər sallallahu aleyhi ve sellem. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem olan həm rəhbəri idi, həm də olan alimi. Aydındır. Baxmayaraq sahabələr nə qədər bilsələr də, onlar hər bir vaxtı Peyğəmbərə müraciət edirlər. Heç ki, ayədə də deyil. Əgər onlar Peyğəmbərə müraciət eləsəydilər və əmir sahiblərinə düzgün nəticə onda çıxarda bilərdilər. Ona görə Umar ibn Xattab deyir, bu ayın hazır olandan sonra belə qərara gəldim, belə nəticə çıxardım. Ona görə gəldim düz Peyğəmbər sallallahu aleyhi ve sellem. Bu hələ balaca bir məsələdir. Böyük məsələlərin yanında müqayisə edir. Balaca bir məsələdir. Şəxsə aiddir, Peyğəmbərə aid olsa da. Sonra deyir ki, Əmr-ü Thani fi qavlihi və ləsnə məcburin bittiba filan o kəmə qal. Həmçinin onların sözləri ki, orta elm tələbələrin ki, deyirlər ki, biz məcbur deyirik kiminsə sözünə qulaq alsaq. Məcbur olunmamış. Şeyx deyir, bu sözə aydınlıq getirir. Nəhnu nəqulu əntə ləsnə məcburan bittiba filan. Biz də deyirik ki, sən hansısa bir filan kəsə tabi olmağa məcbur deyilsən. Lakin bu ümumi sözdür. Qavluk hədə mücməl, ümumi sözdür. Fəinəhu yəhdəmil xata. Ola bilərsən bunu səhv mənada deyirsən, ola bilər düzgün mənada deyirsən. Və yəhdəmil haqq və batil və yəkunu cədirən bikə an tafsah. Və yaxşı olan ki, sən buna aydınlıq gətirəsən. Məsələn, aydınlıq gətirəndə haqq aydın olur. Məsələn, tutaq ki, rafislər deyir ki, biz Əhl-i Beyti sevirik. Biz deyirik, sən aydınlıq gətir. Əhl-i Beyt kimi aydınlıq gətirəndə görürük ki, bunlar Əhl-i Beyti heç əslində sevmirlər əslində. Əhl-i Beytin bəzilərini götürürlər, o birisi atıblar qırağı. O birisi heç Əhl-i Beytdən saymırlar özləri. Aydın və təfsilat və ya xavariclər məsələn gətirəndə 5-44-dür. Deyirik, təfsilat var, görürük, onlarda təfsilat yoxdur. Və ya təkfir eləməyin müəyyən bir şəxsi kafir demək üçün təfsilat vermirlər. Və ya desələr də, indiki müasir xavariclər, biz də deyirik, təkfirin şərtləri var və s. Və lakin əməldə nədir? Əməldə olan xavariclərdir. Əməldə rayət eləmir. Ona görə şeyx deyir ki, hafizallah, və yəhtəmin haqq və batil və kənə cədirən bikə ən tafsır. Fəinnəl ibra leysə bi qavli filan o alən lidətihi. Vəlil ibra biddəlil hinəmə yətənəzən nəs fi əmrin minəl umur fəinnəhu yecibu raddu mə yətənəzəu fihi ilə Allah və Rasulü kəmə qalə teala. Yəni, deyir ki, şeyx hafizallah deyir ki, düzdür, ibrət şəxsdə deyil, ibrət şəxsin sözündədir. Ola bilər biz bir adama tabi olmağa məcbur eləmirik və lakin biz tabi olmaq biz sözə, lakin məsələyə tabi olmağa vacib görə bilərik. Sonra şəxsdən gelmir. Bunlar neyinlər? Bunlar əslində belə adamlar məsələni qoyurlar qırağı, şəxsə baxırlar. Yox, sən məsələyə bax. Şəxslərə qalsın, sən, deyə bilərsən, mən mazib deyiləm, sən filan kəsə tabi olan. Lakin söylük filan kəsdən gelmir, sən məsələyə bax. Ona görə çünki Allah subhanətə deyir ki, Yə eyyuhəl-ləzîne əmanu, atiyullah və atiyur Rasulü, ulul əmri minkum. Fəin tənəzə'tum fi şey, fərudduhu iləllahi və Rasul, in kuntum tu'minun billahi vel yevmil əxir. Əl-əyə. Nisa surəsi 59-cu ayə. Yəni, heç ki, bu ayədə də iman gətirənlər, Allah subhanətə deyir ki, Allah'a tabi olun, Peyğəmbərə tabi olun və sizdən olan əmir sahiblərinə. Və əgər bir şeydə nəsə ixtilaf eləsiniz, Allah və Rasuluna dönüb bu məsələni həll edir. Əgər Allaha və axirət gününə inanırsınızsa. Qalə əhl-i ilm, ər-raddu ilə-Allah və huvər-raddu ilə kitabihi. Allaha dönmək, bu məsələni hədd eləmək, yəni Allahın kitabına. Və rad ilə Rasulillah huvər-rad iləyhi fi həyatihi və rad ilə sünnətihi ba'da məmətihi.
Yəni, amma Peyğəmbərə dönmək isə həyatında özünə, öləndən sonra isə onun yoluna. فَقَوْلُكَ هَذَا فِي غَايَةِ الْفَسَادِ وَالْبُطْلَانِ وَلَا يَفْعَلُهُ أَحَدٌ إِلَّا أَنَّكَ تُرِيدُ أَنْ تَرْبِطَ النَّاسَ بِكَ أَوْ بِمَنْ هُوَ عَلَى شَاكِلَتِكَ مِنَ المتصدرين للعلم والمتصدرين ميدان الدعوة وكان الواجب عليك أن تربط الناس بأئمة الهدى والعلماء المعروفين بصحة المعتقد والمنهج السديد السليم المعروفون كذلك بالرسوخ في العلم والنصر للأمة. Ona göre Şeyh de deyir ki, Hafizullah, yani Şeyh deyir ki, Hafizullah, yani bu meselede əslində nə etmək lazımdır? Alimlərə bağlamaq lazımdır cəmaatı. Alimlərə bağlamaq lazımdır. Yəni biz özümüz də görürük ki, qardaşlar, yəni ən böyük fəsad ümmətin bu şəkildə düşməsi, xüsusən cavanların azmağına səbəb nədir? Ən böyük səbəb nədir? Alimlərdən uzaq düşmək. Ən böyük səbəblərdən biridir. Ona görə alimlərdən uzaq düşməyə, zəlalətə düşməyə artıq deməkdir. Çünki sən dini necə başa düşəcəksən? Ancaq alimlərin vasitəsilə. Özünə qalsa, belə təbliğə yanıb xüsusən təkfirçilərin arasında ki, alim lazım deyil, hansı satqın da alimlər, bir dənə gör kişi bulardır, elə gəldi olaraq. Yəni, yaxşı Allah bulardır, alim lazım deyil. Bu özü zəlalətdir. Bu özü nədir? Ümməti zəlalətə aparmaq. Və lakin, nə üçün bunlar belə deyirlər? Belə deyə bilərsən, nə üçün onlar ağlı yoxdur? Yox. Ola bilər, ağıllarına biraz işləyib, biraz. Az. Və lakin, onlar nə üçün deyirlər? Çünki alimlər bunlar deyən kimi demir. Ona görə, onlar görürlər ki, alimlərə cəmaat müraciət eləsə, onda bunlar deyən alınmayacaq. Ona görə bunlar nə edirlər? Alimlərdən, elm tələbələrdən uzaqlaşdırırlar cəmaatı ki, nə olsun? Onların dediklərinə inansınlar ətrafdakilər. Ona görə cür və cür üslublarla alimlərdən uzaqlaşdırırlar. Sonra deyir ki, Hafizullah, فَإِنَّ هَوْلَهُمْ وَرَسَةُ الْأَنْبِيَاءِ فَإِذَا قَالُوا كَلِمَتُهُمْ فِي نَازِلَةٍ مِنَ النَّوَازِلِ أو في الأمر من الأمور أو في التحذير من رجل من الرجال وأبانوا بالدليل فساد منهجه وسوء مأخذه سوء مأخذه وجب قبول ما قالوا لأنه حق ما دام مبينا على الدليل وعلى البينة والبرهان فبان بهذا أن هذه المقولة باطلة وفاسدة. Ona görə alimlərə müraciət etməlidir. Çünki nə üçün alimlər həmçinin qardaşlar Peyğəmbərlərin varisləridir. Bu elm ki var alimlərdə, o Peyğəmbərin mirasıdır bizə qoyub. Sən elə deyil ki, onlardan götürməyəndə, deyil ki, Peyğəmbərin mirasından imtina eləyirsən. Deyirsən ki, yox, mən bu mirası özün götürəcəm. Özün necə götürəcəksən elmsiz? Dünya məsələlərdə sən necə öyrənə bilərsən elmsiz? Hər bir şeyi mütləq sənə oxumaq lazımdır, öyrənmək lazımdır, soruşmaq lazımdır bilənlərdən. Həmçinin şəriət belədir. Və necə ki, dünya məsələlərdə biz rayət edirik belə şeylərə, dəqiqliyə və s. dini məsələlərdə daha rayət eləməliyik. İndi tərsi nədir? Dini məsələlərdə rayət eləməliyik buna, eləməliyik buna, hansı ki, dini məsələ bizim dünya və axirətimizə aiddir, amma dünyavi məsələlərdə buna rayət eləyir. Özdə o danışanlar ki, alimlərdən çəkindirən və s. onlar hamıdan daha çox rayət eləyir. Belə məsələlərə, dünya məsələlərdə. Və budur qəribə, budur gülünc, yəni olan vəziyyəti. Ona görə şeyh deyir ki, rahimullah, Hafizullah, əgər alimdirsə ki, bu məsələdə belə eləmək lazımdır, bu problemi belə həll eləmək lazımdır, bu məsələdə çıxış yolu budur və ya hansısa bir şəxs barədə desə ki, ona məsləhət deyil, qulaq asmaq və s. onda alimə tabi olmaq lazımdır və bu xeyr bundadır. Ona görə o tələbələr ki, hansılar ki, deyir ki, yox, biz filan kəsə məcbur deyilik tabi olmaq, bu söz əslində batildir və fəsadandır. Və şeyh belə, üçüncü sualı belə aydınlığı getirir və sonra gəlir Şeyxə Hafizullah, dördüncü sual. İnşallah qalsın gələn dərsimizə. Allah bilir düzün.